Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil edilməmişdi. Yəni bizim ərazimiz bizdən xəbərsiz sadəcə olaraq istifadə olunmuşdur. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsini sona gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq. Bakıda Almaniya və Rusiya nümayəndələrinin keçirdiyi iddia olunan gizli görüş ətrafında əsas sual artıq görüşün olub-olmaması deyil. Əsas sual budur. Azərbaycanın paytaxtında keçirilən belə bir görüşdən Bakı niyə əvvəlcədən xəbərdar edilməyib və əgər bu görüş Rusiya ilə Avropa arasında mümkün diplomatik təmasların bir hissəsidirsə, onun arxasında hansı siyasi hesab dayanır? Məsələ ilə bağlı Prezident İlham Əliyevin Almaniya kansleri Friedrich Merz ilə birgə mətbuat konfransında verdiyi açıqlama mövzuya xüsusi diqqət çəkib. The Times qəzetinin Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirdiyi barədə yaydığı xəbərə münasibət bildirən dövlət başçısı Azərbaycanın sərhəd keçid statistikası əsasında məsələyə aydınlıq gətirib. Bakıda keçirilmiş dediyiniz görüşlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz Times qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi və təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, Times qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox. Və onu sizə deyə bilərəm ki, bu məlumat təsdiqləndi. Beləliklə, söhbət yalnız iki ölkənin nümayəndələri arasında mümkün təmasdan getmir. Burada Azərbaycanın suveren ərazisindən istifadə edilməsi və ev sahibi dövlətin prosesdən məlumatlı olub-olmaması məsələsi də ortaya çıxır. Politoloq Elxan Şahinoğlu isə bu hadisə ilə bağlı bir neçə konkret sual irəli sürür. Birinci sual. Almaniya və Rusiya tərəfi Azərbaycan prezidentini niyə əvvəlcədən məlumatlandırmayıblar? Əgər görüş həqiqətən Bakıda keçirilibsə, tərəflər bilməlidirlər ki, belə bir təmasın uzun müddət gizli qalması çətin olacaq. Məlumatın sonradan mətbuata sızması isə Azərbaycanı öz ərazisində keçirilən diplomatik görüş barədə xəbərsiz vəziyyətə sala bilər. Halbuki Bakının belə təmaslara prinsipial olaraq qarşı olduğu deyilə bilməz. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Bakı müxtəlif tərəflər arasında dialoqun aparılmasına da qarşı çıxmır. Elxan Şahinoğlu bu baxımdan Bakıda Türkiyə və İsrail nümayəndələri arasında vaxtilə keçirilmiş qapalı görüşləri nümunə göstərir. Fərq ondadır ki, həmin görüşlər barədə Azərbaycan tərəfi məlumatlı olub. Deməli, əsas məsələ görüşün qapalı keçirilməsi deyil. Əsas məsələ Azərbaycanın öz ərazisində baş verən belə bir təmasdan kənarda saxlanılmasıdır. Amma bu hadisənin daha mürəkkəb tərəfi bundan sonra başlayır. Çünki ikinci sual görüşün məzmunu ilə bağlıdır. Vladimir Putin Ukrayna ilə atəşkəsə razı deyilsə, Almaniya və Rusiya nümayəndələri Bakıda hansı məsələni müzakirə ediblər? Müharibənin dayandırılması ilə bağlı mümkün diplomatik kanal, Moskva ilə Avropa arasında gələcək dialoq, yoxsa konkret olaraq Rusiya-Ukrayna müharibəsindən kənar başqa bir məsələ? Bu suallara cavab vermək üçün görüşdə Almaniya tərəfini kimin təmsil etdiyi də əhəmiyyətlidir. Çünki diqqət çəkən məqamlardan biri budur. Almaniya tərəfindən hazırki kansler Friedrich Merzin deyil, keçmiş kansler Angela Merkel'in siyasi çevrəsinə bağlı nümayəndələrin iştirak etdiyi bildirilir. Bu detalın arxasında mümkün siyasi məntiqi anlamaq üçün Vladimir Putin ilə Almaniyanın keçmiş siyasi rəhbərləri arasındakı münasibətlərə baxmaq lazımdır. Gerhard Schröder uzun illər Rusiyanın prezidenti Vladimir Putin ilə yaxın münasibətlərlə tanınıb. Kansler vəzifəsindən ayrıldıqdan sonra Schröder Rusiyanın Gazprom şirkətinin direktorlar şurasında təmsil olunur. Putin isə Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda Avropanı məhz Schröderin təmsil etməsini istədiyini bildirib. Lakin Brüssel və Berlin bu təklifi qəbul etməyib.
Səbəb aydındır. Putinə yaxınlığı və Rusiyanın dövlət şirkəti ilə əlaqələri olan bir şəxsin Avropanın rəsmi nümayəndəsi kimi çıxış etməsi Qərb üçün qəbul edilməz idi. Bu vəziyyətdə Angela Merkelin siyasi çevrəsinə yaxın şəxslərin prosesə cəlb olunması başqa bir variant yaradır. Çünki Merkel uzun illər ərzində Rusiya ilə dialoqun tərəfdarı kimi çıxış edib və Putinlə birbaşa siyasi əlaqələr saxlayıb. Elxan Şahinoğlu'nun ehtimalına görə bu seçim Moskvanın istəyi ilə bağlı ola bilər. Əgər belədirsə, onda Bakıda baş verdiyi iddia olunan görüş sadəcə iki ölkənin nümayəndələrinin təsadüfi təması deyil. Bu, Rusiya ilə Avropa arasında rəsmi diplomatik kanallardan kənar mümkün əlaqə forması ola bilər. Lakin burada Azərbaycanın mövqeyi ayrıca əhəmiyyət daşıyır. Azərbaycanın paytaxtı son illərdə müxtəlif beynəlxalq aktorların təmas qurduğu mühüm diplomatik mərkəzlərdən birinə çevrilib. Bakı Rusiya ilə münasibətlər saxlayır. Avropa ilə strateji əlaqələr inkişaf etdirir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlı olduğunu açıq şəkildə bildirir. Bu səbəbdən Azərbaycanın müxtəlif tərəflər arasında diplomatik təmaslara ev sahibliyi etməsi qeyri-adi deyil. Amma ev sahibi olmaq başqa, öz ərazisində baş verən prosesdən xəbərsiz qalmaq tamam başqa məsələdir. Məhz bu fərq Bakıda iddia olunan görüş ətrafındakı əsas diplomatik sualı yaradır. Əgər görüş Azərbaycan tərəfinin məlumatı olmadan keçirilibsə, niyə belə edilib? Tərəflər Azərbaycanın reaksiyasından ehtiyat ediblər, yoxsa görüşün məzmununu mümkün qədər məhdud çevrədə saxlamaq istəyirlər? Əgər görüşün məqsədi Rusiya ilə Avropa arasında gələcək dialoqu üçün kanal yaratmaq idisə, onda Bakı niyə bu prosesə daxil edilməyib? Əgər məqsəd başqa məsələ olubsa, o zaman bu görüşün məhz Bakıda keçirilməsinin səbəbi nədir? Bu sualların heç birinə hələ tam və açıq cavab yoxdur. Amma mövcud faktlar bir məqamı göstərir. Bakıda iddia olunan görüş əgər həqiqətən baş tutubsa, həm məkanına, həm iştirakçılarına, həm də mümkün siyasi əlaqələrinə görə diqqət çəkir. Çünki burada 3 ayrı xətt bir nöqtədə kəsişir. Birinci xətt Azərbaycanın suverenliyi və diplomatik mövqeyidir. İkinci xətt Rusiya ilə Avropa arasında mümkün qeyri-rəsmi təmaslardır. Üçüncü xətt isə Putinlə əlaqələri olan keçmiş Almaniya siyasi elitasının bu prosesdə mümkün roludur. Ona görə də məsələni yalnız Bakıda kimlər görüşüb sualını endirmək düzgün olmaz. Əsas sual daha genişdir. Bu görüş hansı diplomatik ehtiyacdan yaranıb və niyə Azərbaycan tərəfi bu prosesdən əvvəlcədən məlumatlandırılmayıb? Əgər söhbət Rusiya-Ukrayna müharibəsi ilə bağlı mümkün diplomatik kanaldan gedirsə, Bakı bu prosesin coğrafi mərkəzi olmaqla yanaşı siyasi aktoru da ola bilərdi. Əgər Azərbaycan prosesdən kənarda saxlanılıbsa, bu isə artıq ayrıca diplomatik mesajdır. İndi əsas diqqət görüşün iştirakçılarına, müzakirə olunan məsələlərə və bir təmasın arxasında hansı siyasi əlaqələrin dayandığına yönəlir. Çünki Bakıda baş verdiyi iddia olunan bu görüşün əsl əhəmiyyəti onun gizli olmasından daha çox hansı mümkün diplomatik prosesin bir hissəsi ola bilməsindədir və ən vacib sual hələ də cavabsız qalır. Azərbaycanın paytaxtında kimlər görüşüb və Bakı niyə bundan əvvəlcədən xəbərdar edilməyib? Bu görüşün arxasındakı mümkün diplomatik əlaqələri və Azərbaycanın bu prosesdəki mövqeyini Today Press TV-nin növbəti analitik materiallarında izləyəcəyik. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.